Azərbaycanda bir qrup siyasi məhbus Tramp administrasiyasına və ABŞ konqresmenlərinə açıq məktub ünvanlayıblar. Sitat: ABŞ-ın yaranma fəlsəfəsinin əsas prinsiplərindən və xarici siyasətinin prioritetlərindən biri də dünyada insan azadlıqlarını və demokratik dəyərləri müdafiə etməkdir. Ona görə də Belarus və Venesueladakı ABŞ-ın siyasi məhbuslarla bağlı təcrübəsinə istinad edərək sizi Azərbaycandakı insan hüquqları ilə bağlı vəziyyəti diqqətdə saxlamağa və əməli addımlar atmağa çağırırıq. Məktubda həmçinin qeyd olunur ki, Cənubi Qafqazın ən avtoritar ölkəsi olan Azərbaycanda son illər insan hüquqları total şəkildə pozulur. Bütün müstəqil media və vətəndaş cəmiyyəti fəalları, siyasi aktivistlər, tənqidçi akademiklər və müxalif siyasi liderlər əsassız ittihamlarla həbs edilib. Ölkədə media, ifadə və sərbəst toplaşma azadlıqları tam məhdudlaşdırılıb. Məktuba imza atan siyasi məhbusların Meydan TV işi üzrə həbs olunmuş jurnalistlər Tofiq Yaqublu, Bəhruz Səmədov, Afiyəddin Məmmədov, Rüfət Səfərov, İmran Əliyev, Niyaməddin Əhmədov olduğu bildirilir. ABŞ-ın vitse-prezidenti James David Vance fevralın 10-u 11-də Bakıda rəsmi səfərdə olacaq. Azərbaycandan öncə isə Ermənistana səfər edəcək.